Salam əziz izləyicilər. TR podkastının yeni buraxılışı ilə sizlərləyik və bu dəfə isə uğurlu tələbələrimizdən biri Ayşəni dəvət etmişik öz təcrübələrini sizlərlə bölüşmək üçün. Fikirləşirəm ki, çox faydalı olacaq. Salamlar Ayşə. Salam. Mən çox sevincliyəm, həm də qürurluyam hal-hazırda. Təşəkkür edirəm ki, məni bu podkasta dəvət eləmisiniz. Ayşə IELTS-dan uğurlu olaraq nəticə almışdım və bu da bizi çox sevindirdi. İlk öncə istərdim ki, biz IELTS imtahanına gəlməmişdən öncə, yəni ki, imtahana hazırlaşmadan öncə məqsədin var idimi? Əslində ilk başda xaricə getmək planım olduğu üçün bilirdim ki, nə zaman IELTS-a hazırlaşmalı olacağam. Ona görə bəli, belə bir planım var idi. Sadəcə ən başdan da ingilis dilini sevmişəm deyə düşünürdüm ki, bu proses mənim üçün o qədər də çətin getməyəcək. Elə də oldu sizin sayənizdə. Bəs ümumiyyətlə belə tələbələri çox maraqlandıran bəzi suallar var. Onlar üzərindən bir balaca danışaq məncə. Onlar da ümumiyyətlə nə qədər, hansı leveldən başladı ümumiyyətlə və nə qədər müddət keçdi imtahan verməmişdən? TLE komandasına başlayanda IELTS hazırlığına B2 səviyyə idim. Hər hansı bir pre-IELTS mərhələsindən keçmədim. Promoy IELTS-dən başladıq hazırlaşmağa və 3 ay müddətində hazırlaşdıqdan sonra hətta heç deyə bilərəm ki, 3 ay tam tamamlanmadı və mən imtahan verdim. 3 aya 1-2 gün qalmışdı ki, tamamlasın. Mən imtahan verdim. Başqa bir əlavə hazırlığa ehtiyacım olmadı. Sadəcə sizin verdiyiniz materiallar var idi. Bir də əlavə özüm işləyirdim, bu qədər. Yəni sadəcə bu müddət ərzində hazırlaşdım, başqa heç bir şey hazırlaşmadım yəni. Bəs hazırlıq prosesi özü necə idi? Ümumiyyətlə mən görürdüm, çox çalışırdın həqiqətən. Əsasən də kursda zamanını keçirirdin sən. Niyə görə kursda yəni? Mən əslində bilirəm niyəsini. Amma istəyirəm sənin dilindən eşidim. O niyə görə kursda? İndi hər kəs bilir ki, bəzən insan özünə disiplin, bir məqsəd qoymağa çalışır, onun üçün hər şey eləməyə çalışır. Sadəcə müəyyən bir müddət evdə hazırlaşmaq istədim, birinci ayım ərzində. Amma fikir verirdim ki, evdə sanki o qədər də effektiv ola bilmirəm. Qarşıma qoyduğum məqsəd qədər, məsələn, test işləyə bilmirəm, reading işləyə bilmirəm. Ona görə artıq keçdim kursa gəlməyə. Kursa onsuz da müəllimimlə olan dərsimiz olurdu. Ondan başqa da practice günlərində gəlirdim. Kursda otururdum, işləyirdim. Bu sanki mənə daha effektiv gəlirdi. Çünki dərsdən çıxdıqdan sonra gəlirdim kursa və ən azı 4-5 saat orada qalırdım. Bu mənə daha sanki işə yarayırmış kimi hiss elətdirirdi. Və həqiqətən də elə oldu. Mən düşünürəm ki, qazandığımın çoxunu həmin bu praktislər sayəsində qazandım. Ayşə, bəs sualım olacaq ki, yəni IELTS-ə gələnə qədər İngilis dilini sevdirən nə olub sizə? Əslində ingilis dilini ən başına sevmişəm məktəb vaxtından. Amma bildiyiniz kimi məktəbdə müəyyən səviyyəyə qədər öyrədilir. Ondan artığını artıq məktəb izin vermir belə deyək. Ona görə mən 9-cu sinifdən başlayaraq başladım ingilis dili ilə məşğul olmağa, daha çox kitablar oxumaq və bəzi seriallara baxmaq. Məsələn, Friends hamımızın sevdiyi. Onunla başladım çünki onun səviyyəsi müəyyən qədər rahat idi, başa düşülən idi. Ondan sonra artıq yavaş-yavaş başladım, gördüm ki, yəni gedir, öyrənə bilirəm və artıq professional müəllimlərlə başladım məşğul olmağa. Universitet hazırlığında, universitetdən sonra birinci kursda da məşğul oldum və gətirdim, B2-yə çıxartdım ingilis dilimi və sonrasında da hal-hazırda tələbəyəm mən və ingilis sektorda təhsil alıram. Bunun da məncə mənim uğurlu IELTS almamda töhfəsi var. Çünki ingilis dilində təhsil almağım gündəlik ingilis dilində danışmağıma səbəb olurdu. Bu da istər-istəməz speakingimi inkişaf elətdirdi, listeningimi inkişaf elətdirdi. Yəni universitetdən sonra da artıq bura yaxınlaşanda müəyyən səviyyədə ingilis dilim var idi. Bunun IELTS-dan yaxşı nəticə toplamağıma böyük bir töhfəsi oldu. Bəs sectionlar üzərindən danışsaq, misal üçün listening olsun, reading olsun, danışıq. Bunlar necə inkişaf etdirildi? Yəni Reading əslində məndə nisbətən digərlərinə baxanda zəif olan hissəm idi. Yəni mən elə düşünürdüm. Çünki bəzən olurdu ki,
tam dəqiq yadımda deyil neçədə, amma 31-32 düz eləyirdim. O da hansı necə deyim baldı tam əmin deyiləm. 31-32 düz bəzən olurdu. Ən çox topladığım olurdu 34 dənə düz. Bu da mənə şəxsən aşağı gəlirdi. Amma imtahanda elə oldu ki, mən 8 topladım readingdən. Bu əslində imtahanda bəlkə də mənə nisbətən rahat sualların düşməyi və özümü sanki öyrəşdirmişdim practice eləyə-eləyə. Mənə daha rahat olmuşdu işləmək. Listeningdə isə tam tərsi oldu. Listeningdən mən özümə çox arxain idim, çox rahat gedirdi. Demək olar ki, həmişə 39-40 düz eləyirdim, 9 IELTS toplayırdım. Hər dəfə, yəni section olaraq 9 toplayırdım. Amma imtahanda mən 7-5 topladım. Baxmayaraq ki, pis nəticə deyil, amma yenə də mən daha yüksək gözləyirdim listening mərhələsini özümdən. Çünki orada mən bir sualın cavabını tapmağa çalışdım 4-cü mətndə. Axıra kimi yaxşı gəlmişdim. 4-cü mətndə bir sualın cavabını tapmağa çalışarkən digərləri belə zəncirvarcı olaraq gördüm ki, getməyə başladı və mən artıq suallara baxdıqda heç birinin cavabını bilmədiyimi fərqinə vardım. İstər-istəməz məndə ən azı bir 5-6 dənə sual dalbadal elə getdi. Mən artıq belə deyim random şeylər yazmağa başladım. Sırf ora dolu olsun deyə, bəlkə tutar deyə. Writing mövzusuna gələndə, writingdə də yenə practice eləyirdim. Hər gün yazmağa çalışırdım. Ən azından task üzrə bir dənəsini. Writingdə müəllimlərimin də böyük bir köməyini gördüm. Writing çünki kömək eləyirdilər, yoxlayırdıq, səhvlərimlə də onlara fokuslanırdıq. Amma writingdə mən imtahanda task 1-im 7 gəldi, amma task 2-im 6-5 gəldiyinə görə overall'um 6-5 çıxdı. Amma trial examlərə gedəndə həmişə oradan 7 toplayırdım writingləri və ona görə imtahanda da 7 gözləyirdim overall olaraq. Amma task 1 dediyim kimi daha yuxarı gəldi, task 2 aşağı, ona görə overall'um aşağı çıxdı. Problemim task 2-ni yaxşı tam böyük ehtimal ki mövzunu tam anlamadan yazmağa çalışdım. Böyük ehtimal ki task achievement-i mən orada bacarmadım deyə düşünürəm. Ona görə bəlkə də balımı kəsmiş ola bilərlər. Task 1 mən iqtisadiyyat üzrə oxuduğum üçün bizim mövzumuza oxşar bir şeylər düşmüşdü. Mən öz sahəmə uyğun onu yazmağa çalışmışdım. Ona görə mənə daha rahat gəlmişdi task 1, amma task 2 üçün eyni şey deyə bilməyəcəm. Nisbətən social science-la bağlı şeylər soruşulur orada və yaxud da ümumi səhv eləmirəmsə məktəblə bağlı, uşaqların inkişafı ilə bağlı bir mətn idi. Orada tam fikrimi ifadə edə bilmədim bəlkə də və yaxud da yanlış başa düşdüm. Tam o qədəri yadıma gəlmir. Ona görə orada səhv buraxmış ola bilərəm. Speaking-də isə demək olar ki, yəni həftədə 2 dəfə speaking dərslərimiz olurdu. Heç vaxt qaçırmırdım, həmişə qoşulurdum. Son 10 gündə imtahandan son 10 gün qalmış. Demək olar hər gün biz speaking ilə məşğul olduq. Müəllimlərim çox sağ olsunlar. Hər gün məşğul olduq. Onun mən böyük bir xeyrini gördüm deyə bilərəm. Əsl imtahanda 7 speaking skor topladım. Başqa sectionlar üzrə bunlar idi. Yəni belə inkişaf elətdirməyə çalışdım özümü. Əla. Ayşə, Steven Krashen'ın dediyi statı gətirmək istəyirəm ki, deyir ki, dil bir marafona bənzəyir. Sürətli başlanğıc yox, məhz davamlılıq və strategiya qalib gəlir. Bəs sən bu IELTS-də uğura aparanda, yəni ki, uğur nəticə almaq üçün hər hansı bir strategiyalar hazırlamışdınmı? Özün üçün, yəni hər hansı bir section üzrə, məsələn deyək, readingdə bu strategiyaları etsəm, daha mənim balım yüksək olacaq. Listening və digər sectionlar üzrə. Deməli, mən düşünürəm ki, listeningdə uğurlu olmaq üçün diqqətli olmaq çox önəmlidir. Hər hansı bir anda elə bir concentration itirdiyimiz anda mənim elədiyim səhv kimi digər suallara təsir edəcək və bizim overall skorumuzu təsir eləyəcək. Readingdə isə diqqətdən əlavə mən düşünürəm ki, biz əsl həyatımızda, yəni preparationdan əlavə biz necə readinglə məşğul oluruq, biz ingilis dilində oxuyuruqmu? Bunun məncə çox böyük bir önəmi var. Çünki əgər biz normal həyatımızda da ingilis dilində oxuyuruqsa, məsələn məqalələr, kitablar oxuyuruqsa, mən düşünürəm ki, bunun imtahandakı mətnlərə də çox böyük bir təsiri var. Çünki imtahandakı mətnlərdə biz hər hansı bir əksiklikləri tapmağa çalışırıq, səhvləri tapmağa çalışırıq. Yəni bunlar bir-birindən bağlantılıdır deyə düşünürəm. Mən ona görə strategiya qoymuşdum özümə. Həmişə listening eləyəndə diqqətimi full focus olaraq, yəni toplayırdım və readingdə də həmişə əlavə şeylər oxumağa çalışırdım ki, mənim overall'uma təsir
təsir göstərməsin, yəni yaxşı təsir göstərsin belə deyim. Speaking-dən isə sözün açığı müəllimlərimdən başqa praktis eləyə biləcəyim bir sahəm yox idi. Ona görə özümə bir strategiya qura bilməmişdim. Həmişə kursda ona görə bir öz aramızda da həmişə ingilis dilində danışırdıq. Yəni bura yeganə yerdir ki, biz bir-birimizlə Azərbaycanca danışırıq. Hətta müəyyən bir yerə kimi biz bir-birimizin Azərbaycan dilində danışdığını eşitməmişik demək olar ki. Yəni speaking-də ona görə xüsusi bir strategiyam yox idi. Daha çox bir-birimizlə danışaraq bunu inkişaf elətdirirdim və bunu hədəf qoymuşdum özümə. Mənim bir sualım var. Strategiyadan danışmışkən, progress report haqqında istifadə edirdik. Bəli. Son Necə idi onun effekti, yəni? Çünki orada nəticə olaraq biz görürük də hardan başlamışıq. Belki listing 30-dan başlamışıq, gəlmişik 39-a. Biz fərqi görürük burada. O haqqda bir balaca danışarlar. Progress report məncə TLA kursu üçün məncə mükəmməl bir şeydir. Mən onun xeyrini çox gördüm özümdə. Çünki insan işlədikcə sanki özündə o progresi gördükcə məncə daha çox motivated hiss eləyir özünü. Aha, mən bir şeylər bacarıram, bir şeylər öyrənirəm deməkdir bu. Mən progress reportdan elə ilk gündən etibarən istifadə etməyə başladım. Amma elə ilk gündən istifadə edəndə gördüm ki, elə listeningim yüksək gəlirdi, amma yüksək dediyim, yəni 34-35, amma bu başlanğıc üçün mən düşünürəm ki, bu yaxşı bir nəticə idi. Sonradan görürdüm ki, aha, bu miqdar qalxa-qalxa gedir. 38, 39, 40, uca həmişə 39, 40 yazmağa başladım. Yəni fərqli bir rəqəm yox idi. Reading isə bəzən, yəni çox dəyişkən idi. Bəzən çox aşağı olurdu nəticəm. Bəzən orada 29, 30 düz yazırdım. Bəzən orada 37 düz yazırdım. Ən yüksək yazdım 37 olur. Readingə xasdır bu. Bəli, bu readingə xas birdir. O mətnin çətinliyinə mi deyim, yoxsa mətndə verilən suallara mı xasdır deyim? Bəli. O dediyimiz familiarity var da, yəni nə qədər mövzu yaxın olursa məncə onda skor daha yaxşı olur. Bəli. Çünki həm də bildiyimiz kimi readingdə heç zaman bir belə deyim hekayədən danışılmır. Həmişə elmi reallıqlara əsaslanan şeylərdən danışılır. Ona görə istər-istəməz məncə əvvəlcədən məlumat olması çox önəmli bir şeydir reading üçün. Progress reportdan həmişə sonuna kimi istifadə elədim. Həm də bir şey də var idi. Həmişə yanımda vaxt qoyurdum. Hani neçə dəqiqəyə elədim, neçə dəqiqəyə bitirdim. Onu da qeyd edirdim progress reportda. Yadımdadır ilk listeningimi tam zamanda bitirmişdim, amma writingi 1 saat 6 dəqiqə vaxt sərf eləmişdim. Bir dənə task 2-yə 6 dəqiqə elə bil artıq 6 dəqiqə də 26 dəqiqə bonus istifadə eləmişəm. Ondan sonra çalışdım, özüm üçün vaxt belə deyim periodları qoydum. Bu vaxtdan artıq uca xərcləməmək lazımdır. Çünki imtahana gələndə o artıq vaxtı heç kəs bizə verməyəcək və yəni itirə bilərik həmin zamanı, başqa bir şeyə xərcləyəcəyimiz zamanı writing üstündə xərcləməmək lazımdır deyə düşünürəm. Ona görə progress reportun mən böyük təsirini gördüm, xeyrini gördüm. Yəni buradan o nəticəyə gələ bilərik ki, ümumiyyətlə hazırlaşan tələbələr o zaman çalışsınlar ki, mütləq onlar progreslərini qeyd etsinlər. Ki, misal üçün, mən listingə bu skorla başladım, gəlirəm, misal üçün, practice etdikcə bu artır, azalır. Bunu bilmək çox vacibdir. Bəli, çox vacibdir. Bir nüans da olacaq, qeyd eləmək istəyirdim. Məsəl üçün zəifliklər, yəni ortalığa çıxırdı da, düzdürmü, reading sectionda dediyiniz kimi fluctuate edirdi, aşağı abstanslar yaşayırdı. Bəs bunu düzəltmək üçün nə edirdi? Yəni zəifliklər səni demotivasiya eləyirdi, yoxsa daha da ruhlandırırdı ki, mən bunun üzərində işləməliyəm, fokuslamalıyam, öhdəsindən gəlməliyəm bir effekti verirdi. Yoxsa biraz ruhdan düşmələr kimi bir şeylər hiss eləmisən Ayşə? Əslində ilk zamanlar başlayanda bu məni daha da motivated eləyirdi. Daha da həvəslənirdim ki, mən səhv elədimsə, gələn dəfə də daha yaxşı eləməliyəm. Amma sanki sonlara doğru bilmirəm, readinglərin çətinləşməsindənmi deyim, yoxsa eynən beynin müəyyən bir müddətdən sonra bəzi şeyləri qaldıra bilmir elə bir beyin, müəyyən bir capacity-nin üstünə çıxmağa çalışırsan. Ona görə axır vaxtlara doğru biraz demotivated olurdum. Deyirdim, ayda yəni görəsən imtahanda da belə yazacağam, daha aşağı olacaq. Çünki heç olmasa belə yazdığımı görürdüm. Səhvlərimi başa düşürdüm, amma imtahanda mən bilməyəcəm nəyi düz yazmışam, nəyi səhv yazmışam ki, gəlim sonra müəllimlərimlə məsləhətləşim ki, mən bu qədər düz yazdım, bunu məncə burada səhv eləmişəm. Yəni belə bir şey yoxdur. Ona görə son zamanlarda biraz demotivated oldum, motivasiyadan düşdüm, dedim görəsən bacarmayacağam. Amma imtahanda dediyim kimi, yəni mənə elə gəlir tək şans deyə bilmərəm buna. Məncə çalışqanlığın da böyük bir rolu var idi, amma şansım da gətirdi deyək imtahandakı ikisi ilə bilirdi. Bəli, bir yerdə oldular. Amma mən bundan razı deyiləm. Çünki səhv etmirəmsə, hətta bazar günü idi. Bazar günü də gəlmək istəyirdiniz. Axırıncı gün
Bəli. Mən birinci gün imtahan Belə vermişdim. hiss eləyə gəlmək istəyirdi. Hiss eləməsəydi necə olardı? Bilmirəm həqiqətən də. Bəli, yadımdadır sizdən soruşmağım ki, bazar günü kursda kimsə olur, mən gəlim kursa. Gəlin practice edeyim. Əslində bu çox yaxşı mindsetdir əslində. Çünki burada nəticə itibarilə kurs təxminən 3 aylıqdır. 3 illik deyil də, yəni. Çünki 3 aydan sonra o nəticə gələcək. Full özünü vermək, özünü dedicate eləmək məncə sonra insan bəhrəsini görəndən sonra yaxşı olur. Nəinki bu da problemlərdən biridir. Hansı ki tələbələr IELTS ilə birlikdə tam özlərini vermirlər. Məsəl üçün mən onu deyə bilərəm ki, sən özünü vermişdin. Conversationlar buraxmazdın, ekstra olaraq kursda qalardın. Dedication məsələsidir. Mən onu tövsiyə edirəm ki, yəni hazırlaşanlar da çalışsın özünü o 3 ayın ərzində full olaraq dedicate eləməyə. Nəticə olaraq bir balaca əlimizin dalını çevirmək lazımdır. O digər şeylərə ki, okey, bu 3 ay bu olmayacaq, amma 3 ayın sonunda nə olacaq? IELTS olacaq. Nəticə olacaq. Bəli. Çox gözəl bir sualım da var Ayşə. Yəni öncədən hiss eləmişdimmi mən 7+ almalıyam, yoxsa bir arzuydu, yoxsa onun üçün çalışırdım, özümə məqsəd qoymuşdum ki, 7+ almalıyam mütləq. Yəni özümə hədəf qoymuşdum əslində. 7+ istəyirdim əslində. Amma 7-5 görəndə mən çox sevinmişdim. İmtahandan çıxanda biraz ümidsiz idim əslində. Çünki tam writingimi əmin deyildim. Speakingi sonradan adama deyirlər ki, sizin balınız neçə oldu. Ona görə 2 sectiondan mən dəqiqləşdirə bilmirdim. Görəsən mən indi neçə alacağam. Yəni hətta düşünürdüm ki, yəqin ki 6-5 alacağam, çünki o digər sectionlarım aşağı olacaq. Amma sonda 7-5 olduğunu görəndə çox sevindim həqiqətən. Və digər sectionlarımın o qədər də pis olmadığını gördüm. Düşündüyüm qədər, yəni bu qədər pessimist olmaq lazım deyilmiş. Əziyyətin həmişə bəhrəsi var. Qarşılığını aldım həqiqətən də. Həqiqətən də əziyyət görmək lazımdır. Nicat da dediyi kimi o 3 aylıq bir periodda da, yəni ki, bunu keçmək lazımdır. Məncə biraz dostlardan kənarlaşmaq lazımdır. Bu vərdişlərə çevirmək lazımdır ki, həm də ki disiplini eləməlisiniz, saatları uyğunlaşdırmalısınız ki, mən bu saatlarda bunu etməliyəm və günümü bundan keçirməliyəm. Ayşə, səndə necə keçirdi günün? Yəni onu paylaşsan. Bir günümü belə gedirdim dərsə. Universitet saat 8-dən 1-ə qədər idi. Günümün yarısı uca getmiş olurdu dərsin ucbatından. Amma dərs buraxa bilmirdim müəyyən səbəblərə görə. Sonra gəlirdim kursa. Kursda saat 2-dən çalışırdım ən azından 6-ya 7-yə kimi qalım. Həmin bu 4-5 saat ərzində çalışırdım 2 set ən azından işləyim. 2 set dediyim, yəni bir setin daxilində reading, writing, listening, speaking hamısı. Speakingi müəllimlərimlə eləməyə çalışırdım. Yoxdularsa digər 3 sectionu eləməyə çalışırdım. Ən azından çünki 2 set eləməsək, TLA-nin qoyduğu müəyyən bir sizin materiallarınız var və mən hədəf qoymuşdum ki, mən bütün o materialları bitirməliyəm həmin vaxt qutarana kimi. Ən azından 30 kitab səhv eləmirəmsə olmalı idi. Yəni 18 dənə Cambridge kitabı idi, nə bilim neçə dənə materiallar var idi. Mən bitirdim həmin materialların hamısını. Hətta Cambridge-dən müəyyən bir qədərini təkrara da çatdırdım. Ona görə ən azından gündə 2 set işləməyə çalışırdım. Həmin bu 4-5 saat ərzində, keçirdiyim zaman ərzində onları işləyirdim. Sonra gedirdim evə. Yenidən evdə də yenidən 1 set işləməyə çalışırdım. Heç olmasa görüm 3 set eləyə bilirəm, yoxsa yox. Və yaxud da evə elə bir halda gedib çıxırdım ki, artıq bir aktiviti ilə məşğul olmağa vaxtım qalmırdı. Ona görə bunu deyə bilərəm ki, IELTS elə bir müddətdir ki, həmin müddətdə özünüzü ona adamasaz, dedicate eləməsəz, həqiqətən heç bir nəticə ala bilməyəcəksiniz. Mən demək olar dostlarımın heç birinə görüşə bilmirdim, görüşmürdüm də, üstün tutmurdum. Yəni üstünlüklərim, prioritilərim ayrı idi. Mənim üçün uğur qazanmaq daha önəmlidir. Çünki bilirdim ki, dostlarım onsuz da hər zaman var. Mən hər zaman onlarla vaxt keçirə bilərəm. Yəni ailəm belə deyirdi ki, sən üzvü görmürük, arada çıx bir bax görək üzvü. Dərsin ucbatından yanlarına da gedə bilmirdim. Yəni müəyyən şeyləri minimize eləmək lazımdır həmin müddətdə. Nə bilim, telefonla distraction olmaq lazım deyil. Dostlarla distraction olmaq lazım deyil. Həmin müddətdə demirəm, yəni insanın sosial həyatı olmalıdır. Sadəcə hansının daha önəmli olduğuna qərar vermək lazımdır. Uğur qazanmaqmı, yoxsa sosial həyatmı? Sosial həyat elədirsə problem yoxdur. Yəni necə istəyirsiniz, hərə öz həyatını yaşamaqda, yəni özgürlükdə belə deyim, freedom var hər kəsə. Sadəcə mən belə üstün tutdum. Mənim üçün uğur qazanmaq daha önəmli idi. Ona görə bunu seçdim. Belə.
Couldn't agree more. Həqiqətən. Və mən də tamam. müşahidə elədim ki, Nicat həqiqətən də 7+ alan tələbələrimizin bizim verdiyi materiallar tam-tamına Fərqli qurtarırlar. mindsetdə olurlar. Fərqli mindsetdə olurlar, bəli, tam-tamına qurtarırlar. Kursda demək olar ki, Ayşə xanım bizim ailəmizin bir üzvü idi də. Səhər gəlirdim, axşam çıxırdım, Ayşə xanım orada görürdüm. Sevinirdik, hər dəfə bir-birimizlə görüşürdük. Yəni dediyim kimi o progress reportu və bizim verdiyi materialları qurtarmaqla həqiqətən də onu görmüşəm ki, 7-dən aşağı alan olmaydı. Nəinki 7-dən yuxarı. Həqiqətən də özünüzü belə həsr etməlisiniz. Bəs Ayşə, yəni İlk əvvəl başlayanda bəzi tələbələr var. İlk başlayandan görürlər ki, çox çətindir və onları qorxulu görsənir ki, mən IELTS-i bacarmayacağam və orada da stop eləyirlər. Bəs onlara nə məsləhət görürsən? İlk əvvəl başlayanda nəsə qorxulu bir şey kimi görsənmişdi sənə, yoxsa necə deyək? Bunun öhdəsindən gələcəm və mütləq ki, mən bunu etməliyəm və axıra kimi getdin, savaşdın. Mən ilk başlayanda mənə əslində qorxulu görünmədi o qədər də. Öhdəsindən gələ biləcəyimi düşünürdüm. Sadəcə bəzən readingimin və digər sectionların nisbətən aşağı gəlməsindən biraz motivasiyam düşə bilirdi. Amma heç bir zaman özümdən şübhəm olmadı, bacaracağımı bilirdim. Mən onu demək istəyirəm ki, kimlər ki ruhdan düşməyə çox available-dır, hər an ruhdan düşə bilər. Yəni heç bir şey deyə bilmərəm, çünki elə bir müddətdir ki, insanı həm mentally, həm də physically yorur. Sadəcə dediyim kimi prioritilərimizi seçməlisiniz. Əgər həqiqətən də gələcəyə yönümlü uğurlar qazanmaq istəyirsinizsə, xariclə bağlı planlarınız varsa və yaxud elə bizim ölkəmizə yararlı olmaq istəyirsinizsə, addımlar atmaq lazımdır. Onlardan biri də IELTS-dir. Yəni indi o yollar fərqli ola bilər, amma IELTS onlardan birinə daxildir də, belə deyim. Ona görə də düşünürəm ki, ruhdan düşməmək lazımdır heç bir halda. Qorxmaq lazım deyil. İnsan özünün kapasitesini bilir. Əgər ən başından özünüzə bələdsinizsə, eləyə bilməyəcəyinizi düşünürsünüzsə, onsuz da başlamayın. Çünki qorxaqlıqla heç bir yerə çatmaq olmur. Amma özünüzə əminsinizsə, məncə heç vaxt yəni geri addım atmayın və sonuna qədər gedin. Əmin olun ki, yəni sonda o xeyri görəcəksiniz, belə deyim, əziyyətinizin faydasını görəcəksiniz. Bu qədər. Razıyam. Tamamilə razıyam. Nəyə görə o bir ideya da var. Elə inanırıqsa deməli o yolun yarısını getmişim bir şeydir. Həqiqətən də bu. İnanmaq çox vacibdir həqiqətən. Zaten bu IELTS məsələsi çünki hər kəs üçün eyni dərəcədə çətindir də yəni. Amma nə fərqi yaradır? Kim davam eləyir? O çətinliklərə sinə gəlir belə deyək. Onlar o nəticəni alır. Ona görə burada həqiqətən mindset çox böyük rol oynayır ki, okay, mindset kitabı var. Bu arada iki cür insan var. Fixed mindset insanlar, bir də growth mindset. O growth mindsetlə insanlar nə edir? Çətinlik gələndə welcome edir. Deyir gəl. Səni götürəcəm, yanacaq kimi səndən istifadə edəcəm və qabağa gedəcəm. Ona görə burada həqiqətən çox biz danışırıq strategiya falan. Çox vacib olan məsələni başa düşməkdir. Mən çox istəyərdim ki, insanlar məsələni başa düşsün ki, yəni IELTS hamı üçün çətindir. Yəni çətinliklər olacaq, sən də dediyin kimi, amma ona rəğmən davam etmək lazımdır. Bu fərqi yaradacaq həqiqətən. Ancaq Nicat, mən fikirləşirəm ki, yəni 3 aylıq periodda deyirik də, yəni ki, materiallar falan bitdi. Əgər imtahana yenə də hazır deyilsə, məncə biraz da üzərində praktis edib tam əmin olandan sonra imtahana getmək lazımdır. Yəni Ayşə, bunu əminlik var idi mi artıq səndə? Yəni hətta 3 aydan da əvvəl qurtarmış oldu, belə deyim. Bəli. Yəqin ki, biraz sürətli və urgent bir şey olub, təcili olaraq verməli olmusan. Bəli, məndə mayın sonuna doğru kurs bitməli idi. Mən də iyundan artıq imtahanlar başlayacaqdım universitetdə, sessiya imtahanları. Mən istəmədim ki, IELTS-lə onları bir-birinə qatım. Fikirləşdim ki, IELTS-ə full fokus getməliyəm, ondan sonra imtahanlara hazırlaşmalıyam. Çünki əgər onların ikisi üst-üstə düşsəydi, fikirləşirəm ki, bəlkə də bu qədər yuxarı bir nəticə toplaya bilməyə bilərdim. Çünki istər-istəməz insanın diqqəti dağılır, adam bilmir hansı birinə çatsın da, belə deyim. Məndə amma o arxançılıq var idi. Mən dedim ki, hazıram. Düzdür, əslində imtahana bilet alanda sizdən xəbərsiz almışdım. Bilmirəm yadınızdadırsa. Hətta bəzi danlaqlar götürdüm ki, nəyə görə xəbərsiz almısınız, amma yenə də
yəni düşünürəm ki, o hazırlığı özümdə hiss elədim. Dedim, aha, hazıram, artıq mən bunun öhdəsindən gələ bilərəm. Zamanı gəlib artıq. Və mayın 27-si imtahanı verdim. Yəni elə zamana düşdü ki, əslində mayın 29-unu almaq istəyirdim. Dedim imtahanlara yaxın olsun, yəni tam bitirim, imtahanlara başlayım, amma 29-una yer qalmamışdı. Mən də dedim 27-si olsun, biraz da elə bil əvvələ düşmüş oldu. Ona görə tam heç o 3 ayı da bitirməmiş olduq. Yəni dediyim kimi 1-2 gün qalmışdı ki, biz bitirək o 3 ayı, amma yəni belə qismət imiş. Biraz tez alınmış oldu, amma ziyanını görmədim əslində. Çünki qalsaydı daha da qalacaqdı. Amma əgər özünüzü hazır hiss eləmirsinizsə imtahanı verməyə, düşünürəm ki, hazırlaşdığınız yerə biraz, yəni bitirdikdən sonra hazırlaşdığınız yerlə 3 ay məsələn bitdi həmin period. Ondan sonra self study eləyə bilərsiniz və yaxud mən düşünmürəm ki, elə bir müəllim olmasın ki, siz bir kömək istəyin, amma onlar desin ki, yox, mən sənə kömək eləmirəm. İstədiyiniz, sizə çətin olan yerləri müəllimlərimizdən soruşa bilərsiniz. Mən self study eləyirəm, amma burada çətinlik çəkirəm, zəhmət olmasa mənə bunda yardım göstərin. Yəni mən o cəhətdən heç bir narahatçılıq çəkməmişəm sizin sayənizdə. Həmişə rahat olmuşam. Ona görə demək istəyirəm ki, əgər özünüzü hazır hiss eləmirsinizsə, imtahanı verməyin. Müəyyən bir müddət fasilə verin, həm özünüzə mental olaraq da özünüzü hazır hiss eləyin, həm də dediyim kimi bədən də çox yorulur. Özünüzə o istirahəti verin. Ondan sonra gedin imtahanı verin. Bunda daha rahat olacaq və görəcəksiniz ki, elə yaxşı ki, o imtahanı vermişəm. O stresslə gedib verməkdənsə, özünüzü hazır hiss eləyəndə versəz, daha yüksək nəticə toplayacaqsınız. Burada progress reportda yenə də onun nəticələrinə baxanda, çünki o aldatmır. Yəni nəticəni qeyd ediriksə, aşağı yuxarı elə imtahanda da o bala görə. Elə ona yaxın hardasa toplayırsınız. Eynən. Ona görə həm o nöqteyi nəzərdən ona da diqqət etmək lazımdır. Amma fikrimcə, yəni girib vermək daha yaxşı olar. Ən azından təcrübə olacaq. Yəni nəticə olaraq dünyanın sonu deyil ki. Öyrənəcəksiniz, yəni imtahanı eynən. Və bir əlavə bir qeydim də var idi, tövsiyə kimi. İmtahanı verənə kimi mütləq gedin trial exam verin, mütləq. Trial exam olmadan imtahana getməyi heç tövsiyə eləmirəm. Çünki mən birinci trial examda 6-5 toplamışdım overall, ikinci trial examda 7 toplamışdım. Əsl imtahanda 7-5 toplamışdım. Yəni həm bildiyiniz kimi imtahan həm də 2 cür olur, paper based, computer based. Mən computer based vermişdim. Həm cavabı tez çıxırdı, həm də writing yazmaq mənə daha rahat gəlirdi orada. Computer based olanda gedib bir mühitə öyrəşmək lazımdır, necədir, çatdıra bilirsinizmi sualları yazmağı. Çünki mən birinci imtahanda biraz çatdıra bilmirdim, çətin olurdu. Əsl imtahanda mən onun xeyrini gördüm. Dedim, yaxşı ki, getmişəm trial exam-ə. O rahatlığı yaşadım imtahanda olanda. Elə bir ilk dəfə deyildi də o mühitə düşürdüm. Əvvəlcədən bu mühitdə olmuşdum. Yəni bir familiarity var idi məndə. Daha rahat olurdu. Ona görə mütləq trial exam-ə gedin yəni. Eynən. Bəs computer based, paper based niyə görə? Hansını götürmüşdük? Biz computer götürmüşdük. Biz computer based götürmüşdük, bəli. Elə ən başdan practice otaqlarında elə kompüterlər hazır vəziyyətdə var idi, təchizatlı hər şey. Yəni mənə əslində mən kompüterdə yazmağı o qədər rahat bacarmırdım, amma yaza-yaza öyrənməyə başladım. Mənə daha rahat oldu əllərimə də. Düşünürəm ki, paper based nisbətən belə deyim, nisbətən daha əziyyətlidir. Çünki nəsə bir səhv eləsəz yenidən onu, yəni belə deyim, 2 dəfə fikirləşməlisiniz, 3 dəfə fikirləşməlisiniz, sonra yazmalısınız writing-i. Əsas problem çünki writing-dir. Reading-də, listening-də o qədər böyük bir səhv problem olacağını düşünmürəm, amma writing-də böyük səhvlər gətirə bilər. O da sizin vaxtınızı ala bilər. Həm də əllə yazanda istər-istəməz daha çox vaxt gedir, yəni vaxt aparır. Bu da bizim imtahanda ən son istəyəcəyimiz şeydir ki, vaxtımız boş-boş bir şeyin üstündə getsin. Ona görə mən tövsiyəmi, yəni computer based-dən yana istifadə eləyirəm, amma yenə də kimə necə rahatdırsa onu eləyə bilər. Sadəcə bir tövsiyədir eləyən bunu bu yoldan keçmiş bir adamdan ki, computer based daha rahatdır. Yəni əgər kompüterdə yazmaq daha rahatdırsa sizə. Yoxlayıb da bilmək olar. Bəli, yoxlayıb da bilmək olar sözsüz ki. Trial-a məsələn paper based-də gedə bilərsiniz. Görsəz rahat deyil, bir dəfə də kompüterə gedin. İmtahanda hansı rahat olsa sizə həmin üzrə gedin, yəni. Bəs gələcək planımız nədir? IELTS aldıq artıq, əlimizdədir. Sevinirik. Gələcək planım inşallah ki, xaricə magistr təhsili üçün getməkdir. Sonradan da qayıdıb burada müəyyən bir səviyyədə karyeramı planlamaq və inkişaf elətdirməkdir. Amma yəni belə deyim, sadəcə plandır bu. Görə mən inanıram, inanmağı yenə də əməlin yarısıdır deyə düşünürəm. Ümid edirəm ki, alınar. Yəni belə xarici planım var. Ona görə IELTS bunun birinci addımı idi. Birinci addımı atıb IELTS aldım. Artıq nisbətən daha rahatdır gələn addımlar. IELTS ən çətin idi, digərləri daha rahatdır yəni. Xeyirlisi. Mənim sualım writing haqqında olacaq.
Writing haqqında xüsusilə də mən özümdə bilirəm, yəni tələbələr nə edir imtahan zamanı çox zaman writing sectionu başlayan kimi səslər gəlməyə başlayır. Ümumiyyətlə writing sectionu o səslər gəlməyə başlayır yəni. Bəli. Yəni bu nə deyir bizə? Planlama eləmir də, yəni Sıfır, o eynən. yoxdur da. Yoxdur. Amma biz bilirik ki, yəni planlama nə qədər vacibdir Bəli. writing. Bəli. O haqqda deyərdik. Yəni planlama oldumu? Neçə dəqiqə oldu? Nə qədər olmalıdır? Task 1-də mən oxudum. Mövzu mənə biraz tanış idi. Ona görə çox da planlamağıma ehtiyac duymadım. Onu yazdım həmin zamanda. Amma əgər mövzu sizə belə deyim, məlum deyilsə, oturub fikirləşməlisiniz müəyyən müddət. 1-2 dəqiqə bunun üçün kifayətdir. Yəni fikirləriniz ən azından oturacaq. Hə, mən bundan sonra nə yazmalıyam? Yəni planlayanda daha rahat gedir nisbətən. Həm birinci bodydə nə yazmalıyam, ikinci bodydə nə yazmalıyam və sonu necə bitirməliyəm. Amma part 2-də oxudum. Mənə biraz belə bilmədim necə bir şey yazım. Biraz fasilə verdim, dedim 1-2 dəqiqə gözləyim, fikirləşim, görəsən yəni olarmı? Fikirləşdim, fikirlərimi yazdım. Olarmı, nə olar? Yəni daha uyğun yaza bilərəm, fikirlərim uyğun yaza elə. bilərəmmi? Amma yəni nəticəmə baxıram ki, 6-5 deyəsən yazmamışam. Amma yenə də düşünmək lazımdır mütləq. Çünki task 2 əsasda o qədər çətin olur ki, o qədər çətin deyəndə ki, yəni düşünmək lazımdır üzərində. Düşünmədən yazmaq böyük bir səhvdir. Çünki sizin öz fikriniz soruşulur. Əksər hallarda opinion essay olur. Ona görə öz fikrinizi normal çatdıra bilmək üçün müəyyən səviyyədə məlumatlı olmalısınız. Müəyyən səviyyədə fikrinizi çatdırmağı bacarmalısınız. Ona görə düşünmək lazımdır əvvəlində. Yəni promo yazmağı mən şəxsən dəstəkləmirəm. Mən də özüm elə eləmədim. Yəni ikinci taskda mən düşündüm, ondan sonra yazmağa başladım. Yəni ideyalarımızı bir yazdıq, planladıq və deyim, ondan Toparlamaq sonra lazımdır toparlamaq fikirləri. lazımdır, fokuslamaq lazımdır. Yoxsa plan olmadan yazdıqda, yəni fikirlərin qarışacaq. Hardan başlayım, harda bitirim, necə edim? Yəni Həqiqətən bunları də elə artıq olacaq. praktis eləyə Bəli, öyrənmişdiniz. bəli. Çünki gəmi limanı plansız tərk eləmir axı, yəni. Bilir hara gedəcək. Bəli. Yolda qərar vermək yox. Bu tərəfə. Cavab buradan Ona görə çox vacibdir əslində bu əvvəlcədən planlamaq. Sən bilirsən ki, artıq razısan, indi essay növündən asılı olaraq razı deyilsən, kim haqqında danışacaqsan, example nə olacaq, onları müəyyən edəndən sonra o təxminən praktis edəndə 5 dəqiqə aparar sizdən. Amma sizə nə qədər zaman qazandıracaq? Eynən. Ona görə planlama çox vacib bir hissəsidir. Mən fikirləşirəm ki, writing-də task 2-da. Məncə ideyaların formalaşdırılması çox vacibdir. Yəni bu ideyaları sadəcə öz təcrübənənmi writing-də yazmağa çalışırdın? Yəni ikinci taskdə, yoxsa onun üçün yəni xüsusi olaraq xüsusi mövzuları oxumuşdun? Çalışırdım özümdən gətirim. Çünki deyək ki, hər hansı bir opinion essaydir. Biz fikrimizi yazmalıyıq. Ondan sonra bunun haqqında da bir misal çəkməliyik deyək ki. Mən çalışırdım özümdən misal çəkməyə çalışım, amma bəzən elə hallar olur ki, biz yəni insanıq, hər şeyi yaşamış ola bilmərik. Ona görə bəzən yəni made up, quraşdırma da eləyirdim, bəzən uydurma. Çünki yəni əvvəl-axır belə bir şey olmuş ola bilər. Quraşdırırdım, deyirdim, ha bu buna uyğun gələ bilər, yaza bilərəm. Sadəcə fikirləşmək lazımdır, çünki dediyim kimi task achievement olmalıdır. Yəni biraz coherence olmalıdır, bir uyğunluq olmalıdır. Götürüb, yəni bir fikrə tamam əlaqəsiz bir şey yazmaqla bizim balımızı kəsə bilərlər. Yəni heç olmasa biraz uyğunluq olmalıdır aralarında. İlk əvvəl bəli, sualı başa düşməli, Bəli, sualı başa fokuslamalıyıq. düşmək lazımdır, mütləq lazımdır. Çünki sualda başqa bir şey soruşur, biz götürüb tamam başqa bir şeydən danışırıq və yaxud sualı anlamışıq, sadəcə bilmirik özümüzü necə ifadə eləyək. Belə problemlər yarana bilir. Yəni məndəki problem buydu çünki. Sonradan özüm başa düşdüm. Bəs sualım olacaq reading sectionda Ayşə deyirsən ki, öncədən yəni məndə alınmırdı. Yəni ki, bəzən çox istədiyim kimi bal tutura bilmirdim. Səndən soruşuldu mu, yəni bu hazırlıq ərəfəsində necə readingi strategiya qurursan, yaxud readingi necə etdin ki, daha yüksək almış oldu? 8 səhv etmirəmsə, 8 gəlmiş oldu. Evet. Bu imtahanda daha asanmı düşdü, yoxsa öncədən artıq özünü hazırlamışdın, daha çox readingə fokuslanmışdın? Mən readingi
həmişə nisbətən digərlərinə nisbətən daha aşağı yazdığım üçün həmişə çalışırdım daha çox reading eləyim. Hətta deyək set eləməyə vaxtım yoxdur, amma mütləq readingə vaxt ayırırdım. Heç olmasa deyirdim reading olsun, readingi işləyim. Ona görə həm çətinlik dərəcəsində, həm də say olaraq reading daha çox üstünlük verirdim, daha çox işləyirdim. İmtahanda deyərdim ki, mənə imtahanda nisbətən daha rahat düşmüşdü reading. Yəni işlədiklərimdən daha rahat düşmüşdü. Bəlkə də mən özümü çətinliyə o qədər öyrəşdirmişdim ki, bu mənə çox asan gəlmişdi. Ona görə məncə 8 toplamamın ən böyük səbəbi bu idi, nisbətən rahat düşməsi. Amma bu o demək deyil ki, həqiqətən gedəcəyik imtahanda və görəcəyik ki, asan bir reading düşüb. Bu yəni biraz real deyil də. Ola bilər ki, siz asanlara öyrəşmisiniz, daha çətin düşə bilər və yaxud da heç əvvəlcədən rast gəlinməmiş çətin bir mövzu sala bilərlər. Ona görə siz çalışın ən çətinlərini işləyin, daha çox zaman ayırın, bəli, mütləq və zəifliklərinizin üstünə mütləq işləyin. Çünki hansı məndə müəyyən tiplər, sual tipləri var idi ki, mən həmişə onları səhv eləyirdim. Məsələn, headinglərdə mən həmişə səhv eləyirdim. Məsələn, müəyyən başlıqlar verirdim, mətnin hansı hissələrinə bunlar uyğun gəlir. Mən həmişə onları səhv eləyirdim. Ona görə o sualların üstünə daha çox düşürdüm. Və imtahana mənə o düşmüşdü. Yəni 8 almışamsa düşünürəm ki, onlarda səhv eləməmişəm ki, 8 almışam. Çünki düşünürəm daha aşağı ala bilərdim, amma yuxarı almışam. Yəni ona görə o sualların üstünə daha çox fokuslandım. Yəni belə bu qədər. Speaking haqqında danışaq. Speakingdə necə eləmək lazımdır? Deyək ki, partnyor yoxdur practice etməyə. Əgər practice etməyə partnyor yoxdursa, mən tövsiyə edirəm. Bəzi YouTube kanalları var idi. Mən onlara baxırdım. Məsələn, Perfect Band 9 necə olmalıdır? Möhtəşəm, yəni 9 bənd almaq üçün nə etmək lazımdır və yaxud 8 almaq üçün nə etmək lazımdır. Hər skor üçün müəyyən videolar hazırlanmışdı. Mən çalışırdım, orada sual verilirdi. Mən saxladırdım videonu, başlayırdım danışmağa öz-özümə. Mən necə cavab verərdim? Sonra baxıram. Hə məsələn, mənim kimi cavab verdi, məndən tamam başqa bir şeymi cavab verdi? Yəni mövzu olaraq demirəm də, yəni struktur olaraq müqayisə eləməyə çalışırdım. Çünki birinci partda uzun-uzun cavablar verirdim. Sonradan anladım ki, bu tamamilə səhvdir. Bir cümlə, maksimum 2 cümləlik cavablar part 1 üçün kifayətdir. Part 2-də müəyyən bir imagination olmalıdır, istifadə etmək lazımdır. Cue kartlar verilir sizə və siz fikirləşməlisiniz. Aha, mən necə bir situasiyadan danışım ki, sonradan mənə bu haqqda suallar veriləndə mən rahat cavablar verə bilim və 2 dəqiqə ərzində də tamam danışım bitirim. Yəni çox uzun da bir situasiyadan danışmağa ehtiyac yoxdur. Part 3-də isə artıq siz həm öz fikrinizi qatmalısınız, yəni necə deyim, impressionunuzu istifadə etməlisiniz, uzun-uzun danışmaq lazımdır. Onlar siz saxlayana kimi siz danışmalısınız, belə deyim. Əgər partnyor yoxdursa, bu həmin YouTube kanallarından istifadə edə bilərsiniz. Mən elə eləyirdim. Amma partnyorun olması çox böyük bir avantajdır. Çünki mən sizlərlə danışanda mənə daha rahat olurdu. Ən azından bir geri dönüş olurdu. Deyirdi, sən burada məsələn səhv elədin, bunu belə danışma, belə danış. Bunun sözsüz ki, feedbackin çox böyük bir rolu var. Və çalışın əsl həyatınızdadır. Yəni hazırlıq kənara. Əgər ingilis dilində danışa bilən ətrafınız varsa, çalışın bir-birinizlə də ingilis dilində danışın. Və yaxud da elə seriallara baxmağa davam eləyin. Aha, çünki onlarda görürsüz, istərsəməz siz də danışmağa, yəni mən də belə cavab verərdim, mən də belə deyərdim məsələn. Yeni söz bazası olması çox önəmlidir. Çünki speakingdə vocabulary-yə də çox önəm verirlər. Siz yeni sözlərdən, phrasal verblərdən istifadə edirsiniz, yoxsa yox. Mən çünki trial examlərdə phrasal verblərə demək olar ki, yer vermirdim və mənə 2 dəfə eyni rəyi bildirdilər ki, siz phrasal verbdən istifadə eləmirsiniz. Dedilər, mən artıq imtahanda çalışdım, bu səhvi yenidən eləməyim. Part 1-də tam yadımda deyil suallar, amma part 2-də əvvəlcədən bizim sizlə danışdığımız bir mövzu barədə düşmüşdü mənə. Ona oxşar idi. Təbiət, ən sevdiyiniz təbiət yeri haradır ki, siz ora ailənizlə tez-tez gedirsiniz. Belə bir şey idi. 2 dəqiqə ərzində ondan danışdım. Sonra mövzu çevrildi Azərbaycanın təbii sərvətləri, Azərbaycanın təbiətinə döndü suallar. Mən artıq uzun-uzun cavablar verməyə başladım. Fikirləşirəm ki, getdi skorunu oradan ala bildim. Yəni həm də sizin hansı abu-havada olmağınıza da onlar önəm verirlər. Yəni siz belə gərgin oturub suallara ötəri cavablar versəz, istərsəməz onların əhval-ruhiyyəsinə də təsir eləyəcək. Çünki hamımız bilirik ki, yəni əslində sizin balınız onların əhval-ruhiyyəsinə bağlıdır. Yəni bəlkə də siz çox yaxşı danışırsınız, amma sizin qarşınızdakı insan sizə qiymət vermək istəməsə, onsuz da verməyəcək. Yəni yəni o da şansa bağlı bir şeydir. O da şansa bağlı bir şeydir, yəni. Aynen.
praktikanın əhəmiyyəti. Bəli. Praktik etmək çox vacibdir. Zaten biz praktik edəndə də bilirdik ki, skorumuz harda olacaq. Heç zaman yəni 6-5 fikirləşməzdik. Amma 7-5 də hardasa 7-5-in arasında gəlib gedirdik, yəni mövzulardan asılı olaraq. Bu da yenə özünü nəticə olaraq müəyyən formada göstərdi. Yəni praktik etmək yəni çox vacib məsələdir həqiqətən. Speaking-ə gəldikdə danışmaq lazımdır. Sonuna qədər qatılıram, bəli. Mütləq. Ümid edirəm bu necə deyim, bizə baxanlara da fayda olar. Var şübhəsiz ki, IELTS-ə hazırlaşmaq istəyənlər var. Onlar üçün də müəyyən bir formada motivasiya olar bu fikirlər və necə deyim, bir drive olar. Hər hansısa bir çətinlik varsa, onun öhdəsindən gəlməyə drive olar, ümid edirəm. Mən də son bir söz kimi demək istəyirəm ki, hədəflərinizə gedən yolda əsla əl çəkməyin, vaz keçməyin heç vaxt həmin yoldan. Çünki əgər inansanız, mən düşünürəm ki, siz hər şeyi bacara bilərsiniz və sonunda da demək istəyirəm ki, ümid edirəm ki, hər şey ürəyinizcə olar, istədiyiniz kimi olar. Çünki çalışsaz, sonuna kimi bacaracaqsınız. Əlbəttə, şübhəsiz ki. Fikirləşirəm ki, bu gün faydalı məsləhətlərə toxunmuş olduq. Hər kəs yararlana bilər və digər çəkilişlərimizdə də daha yaxşı məzmunla ortaya çıxacaq. Sağ olun, Sağ olun. hələlik.